Bugün sizə elə bir məhsul təqdim edəcəm ki, bu bizim qida əlavələrimizin içində Allahın möcüzəsi adlanan bir məhsuldur. Tibetlərin ən çox istifadə etdiyi və bizim Pekində olanda, mağazalarda, apteklərdə təsəvvür edin kilosunu 3000-4000 manat bizim pulla satılan bir bitkidən danışırıq ki, bugün əlimdə gördüyünüz bu məhsul həmin bitkidən hazırlanır. Bu məhsulun ümumi tarixçəsi biraz daha fəlsəfi və yaxud qulaq asanlara biraz kino kimi gəlsə də, səhifəmdə bununla bağlı ətraflı bir məlumat paylaşmışam. Sırf bitki necə yaranır, məhsul necə hazırlanır, bununla bağlı videonu aşağıda qeyd edəcəm, daxil olub baxa bilərsiniz. İndi sizə sırf kardiseps məhsulunun hansı problemlərdə önləyici özəllikləri var, ondan danışmaq istəyirəm. Deməli, bu kardiseps məhsulunu istifadə edən şəxslərdə polip, kista, mioma, hər hansı bir prostatla bağlı problem yarana bilməz. Çünki bu məhsul tam təbii olaraq həmin saydığım problemlərdən orqanizmi qoruma özəlliyi var. Bitki tərkiblidir, heç bir əks təsir ziyanı yoxdur. Müxtəlif məhsullarımızla birlikdə müxtəlif problemlərdə kurs şəklində istifadə oluna bilir. Tək istifadəsi isə dediyim kimi bu problemlərin yaranmasının qarşısını almaq üçün istifadə olunur. İstər qaraciyər problemləri olsun, ağciyər problemləri olsun, ürəyin fəaliyyətinə müsbət şəkildə təsir göstərərək həmin problemlərin daha da ciddiləşməsinə, ziyanlı bir vərdiş halına almasının qarşısını ala biləcək bir məhsuldur. Əgər siz də orqanizmanızı təbii bir vasitə ilə qorumaq istəyirsinizsə, bu kardiseps məhsulu yolunuzu gözləyir.